Xəbər verdiyimiz kimi teleaparıcı Kamilə Babayevanın anası vəfat edib. Hadisə avqustun 17-sində baş verib, təfərrüat isə bugün məlum olub. Belə ki, 77 yaşlı Münəvvər Yəhya qızı Babayevanın meyiti Nəsimi rayonunda yaşadığı evdə aşkarlanıb. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. Xəbər verdiyimiz kimi, bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib. Pərvin həyat yoldaşı ilə bağlı paylaşım edib. Mənim quru nəfəsim sənə qurban Emin. Canlı ölü olsam da balalarımız üçün ayaqda durmalıyam. Sənin qədər güclü ola bilməsəm də var gücümlə onları böyütməliyəm. Sən mənim evimin işığı, dirəyi idin. Qaranlıqda qalmışam, hər yerdə nəfəsim var, gəlməyən nəfəsinə yarımçıq canım qurban. Artıq ölümdən qorxmuram, rahat yat eminim. Qoyub getdiyin hər bir şeyi gözüm kimi qoruyacam. Dua etməkdən başqa əlimdən bir şey gəlmir. Sən mənim ürəyimsən deyə o paylaşımında yazıb. Qeyd edək ki, Emin Səfiyarov aparıcı Turan İbrahimovun bacanağıdır. Onun anası Almaz Həşimova 1984-cü ildə Füzuli kəndindəki Xəzani adına musiqi təmayüllü orta internat məktəbinə rəhbərlik edir. Pərvinin bacısı keçmiş vizalist Nərmin İbrahimova Eminin bir müddət əvvəl ağır yol qəzası keçirdiyini və bunun onun səhhətinə ciddi təsir etdiyini açıqlayıb. Pərvinin ad günündə Eminin ürəyi dayanıb.